Mən o gün bir kitabda oxuyurdum, dedilər, bir nəfərdən soruşdular ki, sən hidayət oldun, günahkar bir adam idi, doğru yola hidayət olmuşdu. Soruşdular ki, nə səbəb oldu? Ki, sən tam dəyişdin. Bir dəfə mən bir səfərə getmişdim, bir nəfər susuz adam, bizim karvan yoldaşlarımızdan biri susuz idi. Mən ona Allah üçün bir içim su verdim, Allah üçün. Hiss elədim ki, bunu Allah üçün elədim. O xalis əməlim səbəb oldu ki, ürəyimdə nuraniyyət yarandı və Allah bu əməlimə görə mən bildim ki, məni hidayət elədi. Çünki o andan gördüm içimdə bir dəyişiklik yarandı. Bir xırda iş Allah üçün olsa, görürsən ki, böyük bir nəticəyə gətirib çıxardar. Bir gün ərzində səhər yuxudan durandan axşam yatana qədər biz çox işlər görürük, müxtəlif işlər görürük. Amma hansı işlər yazılır savab kimi bizə? O iş ki, Allah üçün görülür.